məclisimizə gözəl bir sənətçilər xanımı dəvət edirik. Yağlar əlində qalan Göyçəmin, ayrılıq həsrəti qəlbini sıxıb, gözləri bulud tək dolan Göyçəmin. Qədimdən qədimdir, uludan ulu, kafirin fitrəsi bağladı yolu. Qızılı, gümüşü, axçası, pulu oldu yad əllərdə talan Göyçəmin. İnşallah o talan olan hər bir şeyi artıqlamasınca qaytaracaq Müzəffər Ali Başkomandan və Azərbaycan ordusu, Azərbaycan xalqı. Buyurun, səsinizi bir də Göyçədə eşidək inşallah. Təbrik edirəm bizim dəyərli şairəmizi, can sağlığı, uzun ömür arzulayıram, var olun.